tez-tez qrip olursan və müxtəlif formada məhsullar istifadə edirsən və həftələrlə, aylarla bu sənin canından çıxmırsa, deməli düzgün məhsul seçmirsən. Düzgün dərmandan istifadə etmədiyin üçün tam sağala bilmirsən. Əgər səndə boğazda ağrılar varsa, qrip, soyuq dəymə, üşütmə, angina, tez-tez askırmalar, hətta o qədər askırırsan ki, daim gözündən yaş gəlir. Burunda qıcıqlanmalar, burun axmaları, üşütmə, qızdırma, bu kimi problemlərdən əziyyət çəkirsənsə, sənə sadəcə bir məhsul göstərəcəm. Bütün aptek şəbəkələrində rahatlıqla tapa biləcəyin bir məhsul. Baxın, adipamol qrip paraşokudur. Tərkibində vitamin C var, parastamol var və feniramin var. Hansı ki, tərkibində olan parastamol qızdırmanı salır, temperaturu aşağı salır və ağrıları götürür. Feniramin allergik rinitlərdə, allergiyada, tez-tez askırmalarda, burun qıcıqlanmalarında sürətli şəkildə aradan qaldırmağa kömək edir və tərkibində olan vitamin C immun sisteminin sürətli şəkildə qaldırdığı üçün orqanizmdən qrip, soyuq dəyməni, zökəmi xaric etməyə tez kömək edir. Və onu da deyim ki, bunu şəkərli diabetlərdə çox rahatlıqla istifadə edə bilər, çünki tərkibində şəkər yoxdur. Ona görə də həm bütün böyüklərimiz, təbii ki 12 yaşdan yuxarı bütün uşaqlarımız və böyüklərimiz və şəkərli diabetlərimiz, hətta bunu hamilələrimiz belə, təbii ki həkim təyinatı ilə hamilələrimiz belə istifadə edə bilər. Gün ərzində sadəcə 2-3 paraşok istifadə etməklə artıq biz qrip, soyuq dəymə simptomlarını, zökəm simptomlarını sürətli şəkildə orqanizmdən xaric edə bilərik. Alın, istifadə edin və tez bir zamanda sağalın.